Salam, hər vaxtınız xeyir olsun kanalımın dəyərli izləyiciləri. Xoş gördük sizləri. Mən Gülşən Əşmova bugün sizlər üçün Artinin təşkil etdiyi 30 may informatika fənni üzrə kurikulum suallarının izahını təqdim edəcəm. Qeyd edim ki, bundan əvvəlki izahımda kimya fənnini sizlərə təqdim etmişdim. Sonraki izahlarımda isə coğrafiya, biologiya və bundan əlavə fizika fənni üzrə də kurikulum suallarının izahını kanalda yerləşdirəcəm. Kanala abunə olun ki, bu tip izahları tez-tez paylaşıldıqca görə biləsiniz. Gəlin vaxt itirmədən keçək suallarımızın izahına. Deməli, birinci sualımızdan başladıq. Deməli, situasiya tipli bir testdə şərtdə qeyd olunub ki, sinifdə iki şagird arasında sosial mediada baş vermiş mübahisə məktəbdə də davam edir. Və bu digər şagirdlərin də mənfi təsir göstərməsinə səbəb olur. Yəni, digər şagirdlər də mənfi təsir göstərməyə başlayır. Valideynlər bu vəziyyətdən narahatdır və məsələni məktəb rəhbərliyinə çatdırıblar. Müəllim olaraq bu problemin həllinə necə yanaşmaq daha məqsədə uyğundur? Baxın, A variantında yazılıb ki, mübahisə edən şagirdləri cəzalandırmaq. Bax, dayanırıq burada. Cəza nədir ki, bəyəm? Cəza ilə məsələ həll olacaqmı? Deməli, yox. Ona görə bunu biz sildik. Keçirik B-yə. B-də deyir ki, sosial media fəaliyyətinə məktəbin nəzarət edə bilmədiyini əsas gətirmək. Bir növ belə deyək ki, burada da məsuliyyəti özlərimizdən atmaqdır. Ona görə bunu da silirik. Olmaz. Keçək C-yə. C-də deyir ki, hər iki şagirdlə fərdi, sonra birgə görüş keçirilir. Onların baxışları dinlənilir. Həmçinin qarşılıqlı anlayış və empatiya qurmaq üçün dəstək verilir. Bəli, həqiqətən də hər iki şagirdlə birinci ayrı-ayrılıqda danışırıq, konfidensiallığı gözləyərəkdən, sonra şagirdlərin hər ikisini bir araya gətirib ikisi arasında olan münasibəti bir növ belə deyə müzakirəyə çıxardıb başqa şagirdlərin iştirakı olmadan məsələni həll etməyə çalışırıq və beləcə empatiya qurmağı dəstəkləyirik ki, uşaqlar bir-birinin yerinə qoya bilsinlər özlərini. Ona görə doğru cavabımız C variantı. Keçək digər testə. Bu da situasiya tipli testdir. Deyir ki, bir şagird dərs zamanı gözlənilmədən ağlayır. Siz ona yaxınlaşanda bildirir ki, evdə ailəvi problem yaşayır və bu onun dərslərə diqqətini yayındırır. Müəllim olaraq siz necə davranmalısınız? A-da yazıb ki, müəllim, hamının problemi olur. Sən də dərsə fokuslanmağa çalış. Bura məktəbdir, emosiyalarını evdə saxla. Olmaz axı bu. O uşaqdır. Əksinə ona biz dəstək, dayaq olmalıyıq. Burada bir növ məsuliyyəti öz üzərimizdən atmış olduq. Keçək B-yə. Müəllim, əgər bu qədər təsirlənirsənsə, daha yaxşı olar ki, evdə qalasan. Bir növ belə deyək ki, uşağa evdə qal, gəlmə məktəbə deyir. Bu da düzgün deyil. Keçək C-yə. Müəllim şagirdə emosiyalarını ifadə etməsinə imkan vermək və ehtiyac varsa məktəb psixoloquna yönləndirmək məqsəd uyğundur. Bəli, cavabımız C-dir. Həqiqətən də müəllim şagirdə dayaq dəstək olmalıdır. Emosiyalarını idarə etmək köməkçi olmalıdır və yeri gələrsə psixoloqla da əməkdaşlıq etmək lazımdır. Ona görə C. Keçək digər suala. Bu sualımızda mən həmişə, hər dəfə izahımda vurğulayıram ki, taksonomiya bölməsinə diqqətli olun. İmtahanda 1, 2, hətta 3 sual görə bilərik. Mix verifikasiya olmasına asılı olmayaraq. Görürsünüz, sınaqlarda belə taksonomiya özünü göstərir. İndi baxaq bura. Təsəvvür edin ki, məktəbiniz üçün yeni kompüter laboratoriyası qurmaq planlaşdırılır. Sizdən tələb olunur ki, lazım avadanlıqları müəyyən edin. Bura aiddir kompüter, printer, masa, stul. Onların qiymətlərini araşdırın və məktəbin ayrılmış büdcəsinə uyğun alqı-satqı planı hazırlayın. Çoxu bunu fikirləşir ki, yaratmaqdır. Xeyr, niyə yaratmaq deyil? Bu tətbiqdir. Çünki artıq biz tanış olduğumuz nəyəsə əsasən, nəzəri biliyə əsasən praktiki cəhətdən həllinə yönəlirik. Yəni, nəzəri cəhətdən məlumatımız var, praktiki cəhətdən onun həllinə yönəlirik. Ona görə ən optimal versiya B variantıdır, tətbiq etmək. Nəzəriyyəni sanki praktikaya köçürdürük. Yaratmaq o halda olardı ki, heç nə bizə verilməyib, heç nə istinad etmirik. Bu halda bəli, yaratmaq olardı ki, öz beyin məhsulumuzdur, lor dildə desək. Qeyd edim ki, taksonomiya ilə bağlı da kanalımda izah var. Kanala abunə olun ki, izahlar yerləşdiriləndə sizlərə gəlsin bildiriş halında. Keçdik növbəti suala. Bu da situasiya tipli testdir. Deyir ki, siz 8-ci sinifdə dərs deyirsiniz. Son vaxtlar müşahidə edirsiniz ki, bəzi şagirdlər tapşırıqlardan qaçır. Bunu bacarmıram və ya mənim üçün çətindir kimi ifadələri məhdudlaşdırırlar.
daha doğrusu ifadələrlə fikirlərini məhdudlaşdırırlar. Siz vəziyyəti dəyişdirmək, şagirdlərin özünə inamını və daxili motivasiyasını artırmaq istəyirsiniz. Aşağıdakı situasiyalardan hansının tətbiqi bu situasiyada ən məqsədə uyğundur? Baxın, adda deyir ki, şagirdlərə motivasiya edici videolar izləməyi tapşırmaq lazımdır və onların ruh yüksəkliyini təmin edə bilər. Baxın, burada deyir ki, bəzi şagirdlər tapşırıqlardan qaçır, özlərinə bir növ bunu adaptasiya ediblər ki, bunu bacarmıram və ya mənim üçün çətindir, bu kimi sözləri yükləyiblər. Tək video ilə iş düzəlməz axı. Deməli, biz özümüz də bu fəaliyyətə cəlb olmalıyıq. Ona görə bu getdi, bu olmaz. Sonra B-yə baxırıq. Deyir, şagirdlərə uğur qazandıqları və ya yaxşı işlədiklərini xatırlatmaq, onları bu cür hallar üzərində düşünməyə, özlərini bir növ güclü hiss etməyə yönləndirmək ən önəmli faktordur. Bəli, elə cavabımız budur. Uşaqda öz daxili motivasiyası hesabına motivasiyanı gücləndirmək. Ona görə doğru cavabımız təbii ki olacaq B. Keçək digər suala. Bu da inteqrasiya ilə bağlı maraqlı bir sualdır. Şərtdə qeyd olunur ki, siz 6-cı sinif olaraq bir informatika günü tədbiri keçirmək qərarına gəlmisiniz. Tədbir üçün 150 manat büdcə ayrılıb. Siz ehtiyacları nəzərə alaraq büdcəni planlaşdırmalısınız. Xərcləri uyğun şəkildə elə tənzimləyin ki, ümumi xərc 150 manatdan çox olmasın. Deyir, tapşırıq inteqrasiyanın hansı növünə aiddir? Təbii ki, fənlər arasıdır. Niyə? Çünki informatika günü ilə bağlıdır. Yəni informatika fənnindən söhbət gedir. Hal-hazırda müəllim informatika fənnini məktəbdə deyir və büdcə hesablamaq isə toplamaq, çıxmaq, bölmək riyaziyyatın bilavasitə öhdəliyinə düşən bir işdir. Ona görə riyaziyyatla informatikanı əlaqələndirmiş olduq. Təbii ki, fənlər arası. Yəni doğru cavabımız D. Keçək digər suala. Bu da situasiya tipli bir testidir. Müəllim şagirdlərə sualla müraciət edir. Qrup işinin təqdim edərkən komanda üzvlərindən biri çox az danışır, öz fikirlərini ifadə etməkdə çətinlik çəkir. Komanda lideri olaraq bu vəziyyətdə necə yanaşarsınız? Baxın, deyir, burada dəstəkləyici yanaşmaya sahib olduğunu nə göstərir şagirdin? Təbii ki, baxıram ki, A-da deyir ki, şagird onun yerinə, daha doğrusu onun yerinə danışır. Yəni deyir ki, yoldaşımın yerinə mən danışaram. Vaxt ikisinə yol vermərəm, yəni mən eləyərəm də, mən anlayışı var. Bu düzgündür sizcə kimisə yerinə nəyisə etmək? Təbii ki, yox. Ancaq bunu sildik. Sonra şagird ona təqdimatdan əvvəl hazır cavablar verərdim, sadəcə əzbərləsin. Yəni şagird deyir ki, həmin adama təqdimatdan əvvəl cavablar verərdim ki, əzbərləyib desin. Bu da uşağı əzbərçiliyə fokuslandırır. Burada da heç düzgün bir şey yoxdur. Keçək C-yə. Deyir ki, söz haqqı verər. Rahat ifadə etməsi üçün motivasiya edici və anlayışlı davranardım. Bəli, ən gözəli budur. Ona da söz haqqı vermək, öz fikrini ifadə etməsi üçün şərait yaratmaq, onu daxili motivasiya etmək. Yəni C variantı. Keçdik digər testə. Bu testimizdə də deyir ki, algoritmlər və ardıcıllıq mövzusunu keçirsiniz. Şagirdlər qruplarda sadə tapşırıq üzərində çalışırlar. Lakin qruplardan birinin çaşqınlıq içində olduğunu və irəliyə bilmədiyini görürsünüz. Onlar sakit oturublar və nə edəcəklərini bilmirlər. Sonra deyir ki, halbuki digər qruplar tapşırıq üzərində rahatlıqla işləyirlər. Siz istəyirsiniz ki, bu qrupda cavabı birbaşa demədən onların özlərini düşünərəkdən daha doğrusu problemi həll etmələrinə yardım eləyəsiniz. Yəni bir müəllim olaraq. Deyir, verilənlərdən bu qrupun öyrənməsini asanlaşdırmaq üçün təklif edilən effektiv yanaşma hansıdır? Təbii ki, görürəmsə uşaqlar qrup passivdirsə, onlara yönləndirici sual verərəm. Niyə? Çünki onlar bilmirlər, çaşıb qalıblar situasiyanın içərisində. Müəllim olaraq onları situasiyaya yönəldə bilərəm. Yönləndirici suallar verərəm, onların cavablarını diqqətlə dinləyərəm, lazım olarsa kömək eləyərəm. Yəni istiqamət verərik də. Biz axı fasilitatorıq. Yəni hazır cavabı ona vermək düzgün deyil. Yəni ona yol göstərmək lazımdır. Ona görə olur C variantı. Keçək digər suala. Aşağıdakı fikirlərdən hansı yanlışdır? Qiymətləndirmə ilə bağlı bir sualdır. Deyir, formativ qiymətləndirmə şagirdin öyrənmə prosesini izləməyə, bəli, bax, izləmək varsa formativdir, bu doğrudur, bunu silək. Refleksiya şagirdin öz öyrənmə prosesini təhlil etməyə və məsuliyyətli müəllimlə bölüşməsini və bir növ şərait yaradır. Bu da doğru.
Sonra deyir ki, məqsədli öyrənmə fəaliyyətləri yalnız dərsin sonunda tətbiq olunduqda effektiv olur. Aha, niyə? Sonda artıq bitişdir. Onda nə effekt götürəcəyik ki, əgər öyrənmədən söhbət gedirsə? Öyrənmədən söhbət gedirsə, öyrənmə öndə, yəni əvvəldə baş verməlidir. Ona görə mən bunu sonda edirəmsə, öyrənmədən də söz gedir, məqsədli öyrənmək. Yəni artıq uşaq öyrənsin, dərs bitirsə, mən məqsədli öyrənməni sonda verməyimin nə adı var ki, özünüz məntiqlə düşünün. Elə ona görə səhv olan budur. Bizdən səhvi istəyirdi. C variantı. Aha, bu da taksonomiya bağlı sualdır. Gördüyünüz kimi bundan qabaqki kimya izahında da, kurikulum suallarının izahında taksonomiyadan 2 sual gördük. Burada deyilən taksonomiyadan 2 sual var. İndi növbəti biologiya, coğrafiya, fizika fənlərində paylaşdıqda görəcəksiniz ki, sualların ortalaması eynidir, sadəcə situasiyalar fərqlidir. Baxaq bu suala da deyir, aşağıdakı problemi proqnozlaşdırmaq lazımdır və proqnozlaşdıraraq həll edin. İki nöqtə arasındakı məsafəni hesablamaq üçün Pifaqor teoremindən istifadə edən bir proqram hazırlayın. Nöqtələrin koordinatorları 0,0 və D8-dir. Proqram istifadəçilərindən D ədədi üçün giriş qəbul edilməli və məsələni onluq kəsir şəklində göstərilməlidir. Texniki tələblər istifadəçi float input funksiyası ilə D koordinatorunu daxil etməli. Proqram məsafəni Pifaqor teoreminin əsasına hesablanmalı. Sonra məsafə kök altında misaldır da onu oxumuram. Nəticə print vasitəsilə onluq kəsir kimi çap olunmalıdır. Deyir tapşırıq idrak taksonomiyasının hansı mərhələsini inkişaf etdirməyə xidmət edir. Çoxu bunu tətbiq götürür. Amma burada nəyinsə öyrənilməsindən demir ki, öyrətmişik. Nəzəriyyəni demir ki, praktikaya köçür. Çoxu görür ki, həll varsa tətbiqdir. Xeyr, tətbiq deyil. Bu anlamaqdır. Fikir verdiniz, mən bu misalı məsələn bilmirəm. Bunu necə həll edəcəm bilmirəm. Deməli anlamamışam da. Baxın, situasiyanı anlamamışam ki, eləyə bilmirəm. Təbii ki, anlamaq olacaq. Situasiyanı anlamalıyıq ki, onu bacaraq. Və ortaya çıxan bilik yeni bilikdir, konseptual bilikdir. Ona görə təbii ki, C variantı. Keçək sonuncu sualımıza. Bu sualda iştirak tiplidir. Deyir, müəllim dərsdə verilənlərin təqdimatı və vizuallaşdırması mövzusunu izah etdikdən sonra şagirdlərə belə bir tapşırıq verir. Məlumatların vizual təqdimatı ilə bağlı bir layihə hazırlayın. İstərsəniz Excel və ya Google proqramı ilə diaqram qurun. Canva ilə informatika, daha doğrusu informatika dedim, ona görə düzəldirəm ki, infografika deyir, hazırlayın. Təqdimat PowerPoint-də və ya Google-da slaydda ola bilər. Yaradın və ya məlumatların təqdimatı mövzusuna qısa videoçarx hazırlayın. Baxın, videoçarx hazırlayıram, nəsə iş gedir burada. Deyir, müəllim istəyir ki, müəllim bu tapşırığı verməkdə məqsədi nədir? A-ya baxıram. A-da deyir ki, müəllim istəyir ki, şagirdlər yalnız diaqramlarla işləməyi öyrənsin. Çünki bu informatikanın əsas bacarığıdır. Xeyr, burada ancaq diaqramdan söhbət getmir. Ona görə bu səhvdir, bunu sildik. Sonra B-də deyir ki, müəllim bu yanaşma ilə şagirdin təqdimat proqnozlaşdırma texniki biliklərini artırmaq istəyir. Xeyr, sadəcə burada texniki bilikdən söhbət getmir. Ona görə bu da olmaz. Müəllimin məqsədi dərsdə əyləncəli və rahat təqdimat atmosferi yaratmaqdır. Xeyr, burada əyləncədən söhbət getmir. Müəllim bu tapşırıqla şagirdlərin hansı üsulla daha yaxşı öyrəndiklərini müəyyənləşdirmək istəyir. Bəli, çünki bir neçə seçim verir. Deyir, ya Google-la eləyin, ya nə bilim Excel-la eləyin və yaxud nə bilim PowerPoint-la nəyisə hazırlayın və yaxud Google Slide-la. Fikir versiniz, seçimlər verir. Seçimlər verir ki, görsün uşaqların potensialları nə yerdədir, onların sevdikləri hansı olacaq. Yəni bunu müşahidə eləmək üçün gördünüz, rahat situasiyadır. Təbii ki, cavabımız olacaq D variantı. Bu da bizim informatika fənni üzrə təqdim olunan bugünkü sınaqdakı kurikulum suallarımız. Ümid edirəm ki, mənim izahlarımın sizlərə bir xeyri, faydası olar imtahan gününə kimi. Çalışın kanala abunə olun, izahı ətrafınızda olan miqə, sertifikasiya hazırlaşan müəllimlərə göndərin. Sağ olun, salamat qalın.